Hey millet, bugün TikTok mağazaların yine yanımda olmayan bir bölümünü çəkirəm. Ama bu sefer çok zor olacak. Niye? Çünkü Konuş artık. videolarımda sizin dediğinizde göre güya ki çok söyüş söylüyorum. Ben de söyüş. Ben demək olar hiç söyüş söylemiyorum. Biraz siz abartırsınız. Hatta baya abartırsınız. Demək olar videolarımın yorumlarında eyni sözü yazırsınız. Söyüş söyleme, söyüşsüz video çek falan filan. Ona göre de bugün TikTok mağazaları izleyeceğim ve özüme belə bir challenge koydum ki söyüş söyleyeceğim. Bunu necə başaracağım heç bir fikrim yoxdur. İlk əvvəl videomda söyüş söyləməməyə çalışacağım. Plus'la TikTok videoları izleyeceğim. Hem TikTok videoları izleyeceğim, hem de həmin videomda söyüş söyləməyəcəm. Oy bula. Ağlama hadi oyna. Bu arada bu videoya 150 like gelse bunun part 2'sini çekeceğim. Yani TikTok videolarını söyüşsüz izleyeceğim. Bilirim 150 like gelmeyecek. Ona göre 150 like dedim. Çünkü ben kanalımda 150 like biraz çoxdur. Bir dəqiqə yola, mən videolarım hansısa 150 like alıb. Mənim kanalımın ortalama bəyənisi neçədir ki? Bu arada Instagram'a takip atın. Buralar niye atmırsınız? Sizin dərdiniz nədir? Ne istiyorsun? Siz ne istiyorsunuz abi söyleyeyim mi? Bu ne Of lan? ay Allah. Ayağıma tikan batıb. Of, ne pis ağrıyır. Ay. Ah. Ne var la bu? Ah. Bro deyəsən tikan bunun ayağına yox başqa yerinə batıb. Benim yüreğimde yalnızca bir ad var. Buradır. Demeyeceğim. Aşık evden birisi var. Allah ne erken ayıp le. Sakit, mən bunu edə biləcəm. Edə biləcəm, söyüş söyməyəcəm və bu videoları izləyə biləcəm. Ailəlisən? Bəli. Allah səbir versin sənin ailəvə. Çox çətin adamsan, Quran haqqı. Versin, çox sən də çətin adamsan. Məndən yaxşı oğlan əlinə İctimai nəqliyyatda bu nə mədəniyyətsizlikdir. What the fuck? Ne lan? Burada olsam size yaxşıdır. Troskopum hamısı. Ben de. O zaman bize şu ben de işimi görürüm. Bize gidersiniz ben de. Tamam. Salam daş. Salam da aşağım. Dalbayov yoksa Dalbayov? B. B? Mən Dalbayov deyirəm, yola f işlədirəm axırda. Əslində v ilə f-nın qarşılığı deyirəm, yola mən Dalbayov deyirəm. Bu elə də daha yaxşı deyir, Dalbayov. Yox hala Dalbayov o deyil. Siz nədən Dalbayov deyirsiniz? Yola Dalbayov daha yaxşı məncə. Daha belə itici çıxır. Dalbayov. Bu nə la? Mən elə olub ki, mən bulvarda işləyirdim, inandırım sizi. Oğlanla qız otururdu yan-bayan. Hə. Oğlanın yanındakı qız mənə baxırdı, hırtqımışırdı. Hırtqımışırdı nə də la? Qəşəngdir, mənim yerim az olduğuna görə mənim qardaşım bunu yüklədib. Mənim 9 yaşım, mənim əmi qızım var, o məndən öpüşür. Ala bu. Herkese salam. 33 yaşım var. Ya. Real Ya. yağlayıram. Kadını dilimle masaj edirəm. Bütün xidmətlər Oh be. Stresten sonra nihayet bugün hava almaya çıktım. Salam. Salam. Aleyküm salam. Salam. Sizin tarın da la. Necəsiz? Teşekkür. Dostlar xanım. Allah şükür. Neçə aldın bari? Qiymət uyğun idi. Anlamadım sizi. Xahiş edirəm. Adliyyəcə gələn sayıqlamayın. Taban deyirəm, elə bir balaca zarafat yana dedim. Olmazdı ki, acı cavab qaytarmayasınız. Oldu. Olsun. Salam. Biri buna salam desin, ne olaydı? Nedir ala bu? Yeganə əməl namazdır ki, əyildikcə uzanırsan. Balıqların qabağında əyilirsən ala. Allahu Ekber, bülü. Deyəsən suda qılanda kəşbək
Valla mən çox dini zarafatlar edirəm. Mən cəhənnəmə prime bilet almışam, prom boy. Getməz dediyim hamı gedib məni zor etdikdən sonra dostlarımla söhbətdə özümə verdiyim təsəlli. Sağ olun. Heç nə olmaz, yəni problem deyil. Birinin getməyi bizə heç bir problem yaratmır. Efirə Aa bu nə pencək, bu nə tip, aa bu zavrın oğuldu hala. İkisi də boynu yox. Görüntülü yığım danışaq bizim ev. Yox, yəni mən sana başa salmaq istəyirəm ki, mən nə işlə görə hörmət O bayram sən deyil. nəyə görə, sən savadlı Həyata yardım hörmət, sən nəyə hörmət Allah. Sən kimsən? Yəni demək istəyirəm ki, sən savadsızsan. Sən qulaq as, sən cəmiyyətə orada ola bilməzsən. Sən sadına bax ola bunu. Get tərk et. Gəl. Aa bu məndən düşməndi ki. Qız maşınla idi. Aha. Dedim ki, haradasın? Gənclikdə qalırdı qız. Hələ bir yadımdadır da. Dedi ki, gənclikdə qalıram. Dedim ki, hə, laf beş, mən xırdalandayım da harada görüşə bilərdim. Mən heç gələ Allah bilmirəm. şama versin, desən rəxitdir. Belə danışıq zalı düzgün deyil. Territoriyamdan çıxamam. Gəlin siz masasının qurğuna. Bir dənə üç kişi gəldi. Çəkdi masasının qurğuna məni götürdü. Dedim, elə çox uzağa getmə. Buradan bir dənə sağ elə. Girdi otelə. Oturmuşduq, çay içirdik ki. Oteldə çay içilər, gicdi. Rahat otağımızdayıq da. O öldü bu. Dincələn momentdə qız dişi Allah bir an azraillə baxışdı bu. bir dənə video çəkər. Dedim də yəni ki, ay xanım başqa da. Mənə qayıtdı ki, başqa mələklər dönsün. Tema var, yığışın görək. Evladını evindən çıxartmalıdır. Səni heç tabaq çıxartmamışam. Əlvət çək. Səni çıxartmamışam. Sakitlər. Sən mənim Sən çıxartmamışam. Bax özümü gəl öldürəcəm. Cəmilə xanım. Yox öldürəcəm. Cəmilə xanım. İstəmirəm o kimi. Oyuna danışmağa gəlmişəm. Amma yavaş, Məhəmməd, belə elə, Məhəmməd. Mən gedə bilmərəm o kəndə. Su içə-içə arxada bunların davaların səsi gəlir qulağıma. Baxın qulağımdan aşıq var. Oğlu sanda kimi tutmalıdır? Valla nələr gör. Elə dəliyəm, mən özümə danışıram elə bir. Bu cür paltar reklam. Paltardır bu. Bu hərəkətlərə bax ha. Burada dağını başlayır. Allah hakkında paltaran reklam yok, öz reklamlarını edirlər. Zahmettin nənəsi, dostumun nənəsi. Yaklaşık 6 aydır geliyorum ağırlıklı olarak ama 2,5 aydır çok disiplinli bir şekilde. Disiplinli? Soruşmaq ayıp olmasın, sen disiplinli bir şekilde niye işsən? Hey gidiyorsun oğlum, adam arıqladır o. Arıqlamaq istəyənlər ya... Qadını öpmürlər, dadını çıxardırlar. Vaxtında atan da belə deyirdi, sonra sənin kimi bici ortaya gəldi. Oyunu. Oy. Hindistanlara oxşam. Hindistanda qızlar saçın ortasına nöqtə kimi nəsə qoyurlar. Saçın yox, alnın ortasına, qaşın ortasına. Mən də elə bırak. Sonra mən niyə kəsməyim bunu? Bax mən bunu niyə kəsməyim? Sual vermək istəyirəm ki, Ver. o vaxtki Zaur Kamalla bugünkü Zaur Kamal arasında bir fərq var, yoxsa elə Zaur Kamal həmənki Zaur? O vaxtki Zaur Kamal tək bir şey idi. İndiki Zaur Kamal yanına oğula gəlibdi, 2 dənə şey var. Tək fərq budur. Ən təhlükəli varlıqlar 66 milyon euro 2019-18 səs edin son 5110-cu gün. Buna da telefon özündən böyükdür. 2025'lər səsiniz gəlsin son 18 il. Vay be, zaman siz kesir ha. Erkeklerin de giymek isteyeceği o eteği buldum. Az bu ne şeydi? Ayol link verin bana. Link ver. Sinifdəki Sacid uşağın qələmini yerdən götürərəm və adımı siyahıdan silərəm. Sevgisindən ayrılandan sonra 14 yaşlı Nurlan. Eləmə dedim. Sakit. Ne bak sen o her video sen böyle. Gözə videomu bağlayayım.